65 nömrəli sual. Uyğun tərəfləri perpendikulyar olan bucaqların fərqi 10 dərəcə olarsa, bu bucaqlardan kiçiyini tapın deyir bizə. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar müxtəlif adlıdırsa, onların cəmi 180 dərəcəyə bərabərdir. Yox, əgər eyni adlıdırsa, bir-birinə bərabərdir. Əgər bizə burada fərqindən bəhs edirsə, yəni burada verib bizə ki, fərqi 10 dərəcədir. Fərqindən danışırsa, deməli bunlar eyni adlı ola bilməzlər. Eyni adlı olsalar, onların fərqi nəyə bərabər olacaq? 0 dərəcə. Amma bizə nə deyir? Fərqi 10 dərəcədir. Deməli bunlar necə bucaqlardır? Müxtəlif adlı bucaqlardır. Yəni alfa çıxılsın beta bərabərdir 10 dərəcədir və bizə verib, biz də bilirik ki, alfa üstəgəl beta 180 dərəcəyə bərabərdir. Alt-alta yazdığımız zaman görürük ki, burada nə əmələ gəldi? Bir sistem tənliyi əmələ gəldi. Yəni bunları alt-alta toplayaq. Alfa ilə alfa bizə verir 2 alfa. Mənfi beta, müsbət beta. Bu ikisinin cəmi bizə verəcək 0 yazmağa ehtiyac yoxdur. Onunla da 180 bizə verir 190 dərəcəni. Alfa da burada nəyə bərabərdir? 190 bölünsün 2-yə. Yəni alfa bərabər olur 95 dərəcəyə. Demək, alfanı 95 dərəcə tapdıq. Bizdən bucaqların kiçiyini istədi. 95 kiçikdir, böyükdür. Bilmirik, ona görə nə etmək lazımdır? Gətirib burada yerinə yazırıq. Yəni 95 dərəcə üstə gəlsin beta bərabər 180 dərəcə. Beta bərabərdir 180 çıxılsın 95 dərəcə. Beta bərabərdir 85 dərəcə. Demək, bucaqlarımızın biri olmuş oldu 95 dərəcə, biri oldu 85 dərəcə. Bizdən kiçiyini istədiyinə görə doğru cavabımız olur A bəndi. 66 nömrəli sualın cavabını yorumlarda yazın.